Hörmətli müəllimlər, dəyərli qonaqlar və əziz tələbələr, sizi Azərbaycan Dövlət İqtisad Universiteti təşkilatı ilə keçirilən Gələcəyin Biznes Liderləri adlı inkişafi seminarda salamlayıram. Bugünkü tədbirimiz əsas məqsədi odur ki, gələcəkdəki biznes dünyasına marağı artırmaq, onları bu sahədə motivasiya etmək və real təcrübəyə əsaslanan biliklərlə tanış etməkdir. Bildiyimiz kimi, uğur qazanmaq üçün ancaq nəzəri biliklər bəs etmir. Onun üçün də biz real təcrübəyə də əsaslanmalıyıq. Bugün bizimlə birlikdə biznes sahəsində öz təcrübəsi və uğurları ilə tanınan dəyərli qonağımız var. Biznesi mentor və sahibkar Tural Əliyev. İnanıram ki, onun çıxışı sizin üçün çox faydalı olacaq və sizə yeni perspektivlər qazandıracaq. Və sizə çox kömək edəcək. İndi isə sözü hörmətli qonağımız Tural Əliyevə vermək istəyirəm. Buyurun. Hər birinizi salamlayıram. Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Bura gəlməmişdən öncə milyonçu sahibkarla görüşdüm. Biznes görüşünü təhvil verib gəldim. Enerjiylə gəlmişəm. Düşünürəm ki, bu enerjidən sizə də bir parça ötürəcəm. Milyonçu hissini hiss edəcəksiniz. Necədir? Hiss eləmişsiniz milyonçu hissini? Çox həyəcanlıyam. Çünki bildiyiniz kimi Respublikada bəzi millət vəkilləri, biznes sahibləri, böyük holding rəhbərləri, eləcə də nazirlər bizim bu universitetin yetirmələridirlər. Mən indi hal-hazırda gələcəyin millət vəkilləri, gələcəyin vitse-prezidentləri, prezidentləri, şirkət sahiblərinin qarşısına çıxış edirəm. Ona görə də istəyirəm ki, siz özünüzü ürəkdən alqışlayasınız. Hər şey elə bu cür başlayır. Sadə, birinci kurs, ikinci kurs, üçüncü kurs, gəlirsən, öyrənirsən, həyatı yeni tanımağa başlayırsan. 16 yaşımdan mən öz ayağımın üstündə maddi durumumu təmin edirəm. Sadə, zəhmətkeş Azərbaycan ailəsində dünyaya gəlmişəm. Uduzmuşam, itirmişəm, yorulmuşam, aldanmışam, amma təslim olmamışam. Bunu hər biriniz keçəcəksiniz. Nə qədər çox bu hallar yaşasanız və keçsəniz o halı, bilin ki, siz o qədər inkişaf etmiş olursunuz, o qədər güclənirsiniz, o qədər möhkəm olursunuz. Və siz heç kimə artıq sizə zərər verə bilməyəcək səviyyə çatırsınız. Yalnız təslim olmamaqdır. Yıxıldın, normaldır, yıxıla bilərsən. Uduzdun, normaldır, uduza bilərsən. Təəssüflənməməlisən, heyfslənməməlisən. Yıxıldığın yerdə qalmamalısan. Sən yıxılıb, durub, hərəkətə keçməlisən. Çünki sən yıxıldıqda, sən oturduqda, sən dayandıqda vaxt sənin əleyhivə işləyir. Bu dünyada ən güclü aktiv, yəni sənin nəyin varsa ən güclü, ən dəyərli, bu sənə verilən, sənə ayrılan zamandır. Bu zaman hamıya eyni ayrılır. Yəni, hamının 24 saatı var. Biri 12 saat, biri 36 saat, biri 48 saat bir sutkada yaşamır. Hamı eyni saatı yaşayır. Amma eyni saatı yaşaya-yaşaya, illər keçdikcə burada oturan tələbələr biri sadə bir vəzifədə qalır, digəri isə millət vəkili olur. Sual zamanın dəyərləndirilməsidir. Mən Azərbaycan Dövlət Neft Akademiyasına 2000-ci ildə daxil olmuşam. İlk təhsilimi 289 saylı fizika riyaziyyat təmayüllü Zəngin liseyini bitirərək həmin universitetə daxil olmuşam. 2004-cü ildə bakalavru, 2006-cı il isə magistrat səviyyəsini fərqlənmə diplomu ilə bitirmişəm. Təhsilimi rus dilində almışam.
Azərbaycana 20 beynəlxalq brendin gətirilməsini təmin etmişəm. Hal-hazırda 42 yaşım var. Burada bəzilərinin yaşından da bəlkə çox mənim iş təcrübəm var. 26 il. 26 yaş olan var burada? Yoxdur. Bu sizi qorxutmasın. Sadəcə yola davam. Bura gəlməyiniz, bilmirəm, məcburidir, yoxsa istəkləndir. Neçə faiziniz istəklə gəlib? Əlini qaldırsın. Hamı yox da, yəni zorla deyil, yəni qaldırmaya bilərsiniz. Hamı istəklə gəlib. Yəni təxminən 70% istəkdir. 30% isə deyiblər, gedək görək nə olacaq. Nə gözləyirsiniz? Onu mənə deyə bilərsiniz. Bax, bura gələnlər, özü yazılanlar, indi belə təsadüfən düşənləri demirəm. Özü yazılanlar nə gözləyir bura gəlməkdə? Nə istəyir? Nə düşünür? Niyə gəlib? Məni onsuz da sosial şəbəkələrdə görə bilərsiniz. Nədir fikriniz? O suala cavab var. Həyatınız random olmamalıdır. Yəni, təsadüfi olmamalıdır. Həyatınız məqsəd yönlü, planlı olmalıdır ki, nailiyyət əldə edə biləsiniz. Əgər siz həyatınızı random, yəni necə gəldi, harada gəldi, kimlə gəldi, necə gəldi yaşayacaqsınızsa, nəticə də aşağı-yuxarı elə olacaq. Yemək pişirən bəylər və xanımlar var yəqin ki aranızda. Yemək pişirmək səbir tələb edir, zəhmət tələb edir. Yemək pişirmək diqqət tələb edir. Məhsulun ən keyfiyyətlisini almaq tələb edir. Yəni, istənilən yeməyi pişirib, sən fərqli-fərqli ingrediyentlərlə ortaya yemək çıxada bilərsən. Amma o yeməyin keyfiyyəti onun ingrediyentlərin olan tərkibindən bağlıdır. Sizin də həyatınız, gələcək həyatınız. Elə bil ki, özünüzə bir yemək hazırlayırsınız. 30-lara, 40-lara kimi bunu hazırlayacaqsınız. 40-lardan sonra başlayacaqsınız o yeməyi yeməyə. Yəni, bəhrəsini görəcəksiniz. Əgər siz 40-a kimi kimlə gəldi, necə gəldi, harada gəldi, vaxt keçirdirsinizsə, 40-dan sonra yaxşı nəticələr sizi gözləməyəcək. Yox, əgər siz seçici olacaqsınızsa, bu yaşdan ki, mən gedirəm yeməyə, yemək vaxtıdır, nahar vaxtıdır. Mən nahara nə istəyirəm? Yəni, nahara o kafeyə, o restorana girməmiş. Mən oradan nə istəyirəm düşünürsənsə, ki, mən bugün, məsəl üçün, pulovüstü dönər yemək istəyirəm. Sən getməlisən pulovüstü dönər yeməyə. Sən getməməlisən, görüm hansı kafeyə rast gələcəm. Ora girim, görüm büyün orada nə təklif edirlər mənə. Orada girirsən, görürsən ki, orada sushi var. Piraşki də var, dolma da var. Əzəl yoxdur, olmadı dönər, olsun dolma. Bu doğru deyil. Bütün həyatınız bu kiçik addımlardan başlayır. Disiplindən, seçimdən, yanaşmadan başlayır. Bütün addımlar. Baxsanız ki, 2000-ci ildə yer kürəsində əhali sayı nə qədərdir? Bilən var içinizdə? Utanmayın, rahat olun. Yəni, burada müəllim, şagird yoxdur. Elə bil ki, böyük qardaşınızam. 2000-ci ildə nə qədər idi? ChatGPT ilə yox, özün. 6 milyard insan var idi yer kürəsində. 6 milyard. İndi bugün 2026'dır. Bugün nə qədərdir? Onu hamı bilir. Çünki o yaşayır da 2000-ci ildə yox idiniz. 8 milyard. Təxminən 30% artım var. Düzdür? 2000-ci ildə milyonerlərin sayı nə qədər idi? Heç hesablama aparmışsınız, heç analiz eləmişsiniz. 8 milyon. 9 milyon civarında milyoner var idi yer kürəsində. Milyoner. Bəs indi nə qədərdir? 80 milyon. 80 milyon milyoner var. Neçə dəfə çoxdur? 10 dəfə artdı. Əhali sayı nə qədər artdı yer kürəsində? Cəmi 30%. 10 dəfə milyoner sayı artdı. Əhali sayı 30% artdı. Bəs yaxşı, milyarderlərin sayı nə qədər olub 2000-ci ildə? Nə qədər? Nə qədər?
400-500 nəfər. Bəzi mənbələr deyir 470 nəfər, 450, yəni ortalama 455 nəfər adam olub. Bəs indi nə qədərdir milyarderin sayı? 2026-cı ildir. 2500 nəfər. Neçə dəfə artdı? 6 dəfə. 5-6 dəfə artım var milyarderlərin sayı içində. İndi sizə sual yaranır. Əhali artdı, 6-dan oldu 8, düzdür, milyar dolara. Bunlar nə oldu? Elə doğulanlar hamısı milyarder oldu, milyoner oldu. Sual nədir? Yəni səbəb nədir bunların birdən-birə 4 dəfə artmasında, 10 dəfə artmasında? Əhalinin sayının artmasıdır o. Kim cavab verər? Bax, sizə deyim, indi bundan sonra deyəcəklər. Burada aktiv çıxış eləyənlər, qəşəng sual verənlər, mən bəyəndiyim adamlar, onları mən səhər yeməyinə dəvət edəcəm. Mənimlə səhər yemək edəcəklər. 5 nəfər. İndi sual verirəm sizə. 6 milyarddan 8 milyarda qalxdı. 5-10 dəfə artdı milyoner, milyarder sayı. Bu artım səbəbi sizcə nədir? De. Məncə bir əslində inflyasiya da səbəb olur. Bax, görsən nə deyir? Yemək səsi gələn kimi başladı sırası, hərəkətə keçdi. Zavtrıq var axı, səhər yeməyi var. Breakfast, hə, de. Məncə bir yerdə inflyasiya da təsir eləyir. Çünki istərsəməz pulun dəyərinin azalması vahid olaraq. Bu o deməkdir ki, yəni daha çox, yəni necə deyirlər, dövləyə daha çox pul buraxılır. Bu da onu bir yerdə gətirir, yəni artmasına kömək. Cavabın biri inflyasiya. Başqa cavab var? De. Yeni bazarların açılması, məsələn, yeni texnologiya var, gəldi. Yeni bazarın açılması, yeni texnologiyalar. Sonra? Buna görə həm də Qaraş dediyi kimi Biraz yaxınlaşdın, biraz yaxınlaşdın. həm də dediyi kimi inflyasiyaya görə o vaxtın milyonu indiki elə bir ki 5-6 milyonu kimi sayılır. Onu da qeyd etmək lazımdır. Təşəkkür edirəm, əyləşin. Bu arada qeydlər aparıb suallar da verə bilərsiniz. Qeydlər aparıb suallar da verə bilərsiniz. Maraqlı özünüzə gələn bir suallar. Adın nə idi? Abbas yaxınlaşdı. Bu insanların, yəni milyarderlərin və milyonerlərin sayı 5-10 dəfə artmasının səbəbi olan texnika və texnologiyalardır. Bugün artıq Instagram var. Bugün artıq Facebook var. Bugün Google var, Amazon var. İnsanlar bir telefon və bir internetlə, yəni əgər bir telefonun və bir internetin varsa, sən artıq biznes qura bilirsən. Bu qədər rahatlaşıb. Bu qədər fürsət ayağınıza gəlib. Bu qədər imkanlar yaranıb. Yer kürəsində olan, ümumi olaraq yer kürəsində olan asset, yəni aktivləri götürsək, evləri, avtomobilləri, nə bilim, torpaqları, gəmiləri, bütün də o dəyərli nə varsa, holdingləri, şirkətləri, pulları, hamısını 500 trilyon eləyir. 500 trilyon dollar. O 500 trilyon dolların əhali olaraq yer kürəsində, diqqətlə dinləyin, bu çox vacib məlumatdır. 500 trilyon dolların idarə olunması 90%, 500 trilyonun 90%, 10% insandadır. Yer kürəsində yaşayan 10% insandadır. Təkrar edirəm. 500 trilyon maşın, ev, torpaq, yəni dəyərli daşınan və daşınmayan əmlaklar var. 500 trilyon da onu hesablayıblar təxmin. O 500 milyonun 90% trilyonun nə qədər eləyir? 450 trilyon, milyard yox, trilyon. O 10% insandadır. 10% insan nə qədər eləyir hal-hazırda? Nə qədər? 800 milyon. Abbas oldu adı. Abbas uca diviziyonu qabağa gəlsin. Abbas uca kibirdir. Abbas uca diviziyondur. Burada o artıq mən hiss edirəm o hərəkəti. O dinamikanı mən hiss edirəm sizin aranızda. Yəni gələcəyin biznesmenlərini uca görə bilirəm. Buradan başlayır o. Yəni pulum olsun, imkanım olsun, tapşırsınlar, tanışım olsun. Mənim atam nə bilim Rusiyadadır, yoxdur burada. Nə bilim daim bu vəzifədə deyil o vəzifə. Bunlar hamısı boşdur. Bu dünyaya gələndə hərə bir resursla gəlir. Biri dayı ilə gəlir. Biri
valideyndən qalan mirasla gəlir. O biri xarici görkəmi ilə, gözəlliyi ilə gəlir. O birisi fiziki görünüşü ilə gəlir. Boyu 1.90, gözü gömgöy. Hərənin bir resursu var, başa düşürsünüz? Yəni heç kim heç nəsiz qalmır. Hər kəsə nəsə verilir. O sonradan deyilən sözlər hamısı bəhanələrdir. O yoxdur da, bu olsaydı yaxşı olardı. Mənim də daim orada işləsəydi, xalam belə olsaydı, atam olsaydı, anam vəzifədə olsaydı, bunlar hamısı bəhanələrdir. Don geyindirmək də özünə. Hər bəhanən bil ki, sənin 40 yaşına çatanda səni acı qoyacaq, meyvən acı gələcək sənə. Onu bilməlisən. Bayaq dedim ha, meyvə məsələsi 40 yaşında. Hər bəhanən bil ki, sənin xoşuna gəlməyəcək. Qayıdan o 500 trilyona. 450 trilyon 10%-dədir. 10% nə qədərdir? 800 milyon insan istifadə edir. 90% insan nəyə istifadə edir? Məbləğ olaraq. Nə qədər? Bəli. 90% insan cəmi 10% istifadə edə bilir. Yer kirasına gedir söhbət. Bu bölgü sizcə ədalətlidir? Cavab verin də aktiv olun. Səhər yeməyə getmək istəyən yoxdur. Aparmayacam ha səhər yeməyini. Getmək istəyən. Hə. Bir dəqiqədə dədir. Ha? Yox, sual verdim ki, bu ədalətlidir, ədalətsizdir. Siz suala cavab verirsiniz. Suala cavab vermək biraz yaxşı deyil. Deyil. Əslində ədalətsizdir və mən də bu ədalətsizlik... Siz deyirsiniz ədalətsizdir. Bəli. Aha. Və? Ədalətsizliyin səbəbini öyrənmək istəyirəm. Baxın, siz burada oturmusunuz, sual verdiniz mənə. Mən sizə çıxış edirəm. Deyirəm ki, sual verirəm. Mənə qoşulun, mənlə birlikdə olun, cavab verin. Görüm susurlar. Deyirəm ki, yaxşı danışanı səhər yeməyini aparacaq özümlə. 2 nəfər hərəkətə keçir. Fikrimiz oldu. Yenə təkrar edirəm ki, mənlə getmək istəmirsiniz səhər yeməyinə. İçinizdən yenə 3-2 nəfər belə türklər demişkən kıpırdayır yerindən. Bu nə deməkdir? Bu ədalətlidir, ədalətsizlikdir. Yəni bu adamlar da elə qabağa gedir. Bu nəticədir, elə bunu fikirləşin siz. Elon Musk'ın 200 milyardı necə 300 milyard olduğunu fikirləşməyin. O çox gərgin, uzun mövzudur. Başa düşürsünüz nə demək istəyirəm? Yəni özünüzə aid məsələni bu dəqiqə fikirləşin. Ki sual verirəm ki, niyə bu sualı vermirsiniz? Niyə hərəkətə keçmirsiniz? Yəni burada asan yox, kəsən yox, imtahandan çıxardan yox, instituta salan yox, heç nəyən yoxdur, bir söhbət edirik də biz sizinlə. İtirəcək bir şey yox. Milyonunuz var, mənə sual verirsiniz, itirəcək milyonunuz. Bəlkə var mı, xəbərim yoxdur mənim ki, deyiblər ki, bax, milyonumu alacağım, sual versən. Amma yoxdur o hərəkət. O hərəkət də gətirib bura çıxardır və cavanlar da o adamları görüb deyir ki, ədalətsizlikdir. Bu dünya neynəsən ki 90% oturub yerində sayır, 10% hərəkətə keçir. Bu dünya neynəsin? Bax, mən neynəyim ki, zalda 3 nəfər, 5 nəfər hərəkətə keçir, sual verir. Qalanlar oturub gəlib, yəni inşallah yaxşı olar. Bəlkə mən xoşuna gəldim, apardılar məni səhər yeməyinə. Sənin sualın var deyəsən. Yox, cavab verin. Ver. Bayaqlar dediniz ədalətsiz yoxsa ədalətli. Məncə ədalətlidir. Çünki bir adam gəlib evində yatırıb bütün gün istirahət edir. Yəni bir növ kimdənsə gözləyir. Bir adam amma bütün gününü çabalayır, özünü inkişaf elətdirir, yatmır gecə, ancaq yeni yollar axtarır, hər risk alır. Yəni bu iki insan biri nəticə əldə edir, biri əldə eləməyəndə buna ədalətsizlik demək, bu heç məntiqli gəlmir də. Məncə bu ədalətli olan bir şeydir. Adı nə idi sən? Toğrul dadım. Sən səhər yana aparıram. Toğrul mənə qatıldı, məni dəstəklədi. Sən qazandın. Mən başlayıram bu cavabı verəcəydim. Sadəcə olaraq siz danışdınız, mənim cavabım biraz şey yazdı. Təşəkkür edirəm Toğrul, çox sağ ol. Gözəl təsbitdir. Demək istədiyim nədir? Hərəkətdən başlayır. Amma biz nə edirik? Biz gedəndə bizi demotivasiya edən amillər var. Yolda, nə bilim, həyatda, qonşumda, qonşuda, yəni hamıda o faktor var. Mənə baxın, ayağım gələndə deyin ki, yıxılarsan ha birdən. Bir də gördün, gəldim mən qabağa, yaxşı. Hə. Yəni, elə eləməlisiniz ki, siz fikirləşməlisiniz ki, siz öz həyatınızı özünüzə hazırsınız, yemək kimi, səbirlə, təmkinlə. Ən qəşəng meyvəni almalısınız, nə bilim, tərəvəzi almalısınız, əti almalısınız, toyuq almalısınız, nə pişirirsinizsə də, ən gözəlini almalısınız. Neçədir bu? 10 manat. Bu neçədir? Bu 5 manatdır. Gəl 5 manatlığını alım. Eyni toyuqdur, 5 manat, 10 manat. Yox, 10 manatlığını almalısan. Bahadır deməməlisən. Fikriniz oldu. Baha və ucuz anlayışı bu nisbi anlayışdır. Kim nə deyər bu mövzuda nisbi anlayışla bağlı?
Nisbi anlayışlı balı kim nə deyər? Qorxmayın, ürəkli olun. Nisbi anlayış nə deməkdir? Deyirəm ki, baha və ucuz bu nisbi anlayışdır. Bu gəlirdən asılıdır baha ucuz söhbətdən nisbi anlayışdır. Çünki məsələn mən nə qədər gəlir alıram? Məsələn mən aya 5000 dollar qazanıram, siz 10000 dollar qazanırsınız. Mənə görə 50000 dollarlıq maşın bahadır, sizə görə ucuzdur. Tamamilə doğrudur. Yəni bir insan gələk sizin ali məktəbə də, siz indi bəlli bir bal yığıb daxil olmusunuz universitetə, düzdür? Neçə bal idi keçid balı? Neçə? Danışın da, danışın da. Abone ol. Bu danışın da, ha? Təxminən fərqi yoxdur. 350-dən sonra. Yəni küçədən keçəni götürməyiblər də bura. Oxuyub, özlərində işləyib, başa, yəni bazardan ya otur burada biraz, burada adam boşdur, ya otur burada biraz sən iqtisaddan dəstəyim. Yəni üzərində çalışmısınız, məqsəd yönlü 300, 350, 400, 500 nə desə də hər nəsə yığıb gəlib, düzdür? Bu necə oldu? Bu çalışdığınız yığdınız da, 350 yığdınız, yəni 650 yığmadınız, 350 oldu. Gələcəkdə də bu ballar, bu rəqəmlər həyat tərzinizə çevrilir. Yaşayışınıza çevrilir, yeməyinizə çevrilir, paltarınıza çevrilir. Yəni koftadır 50 manat, 100 manat, indi qızlar görürəm daha çoxdur da, ona görə qızlara misal göstərirəm. Koftadır 50 manat, 100 manat, pulum çatmır 50 manat alım. 100 manat nə deyirsən? Dəyməz onu almağa. Dəyər. Sadəcə sənin balın çatmadı, paran çatmadı. Niyə dəymir ki? Bunu qəbul etməlisən. 650 bal, 700 bal yığıb girmək, oxumaq istəməzdiniz. Prezident təqaüdçüsü olmaq istəməzdiniz. Adınızı şərəf lövhəsində görmək istəməzdiniz. Kim istəməzdi? Sadəcə olmadı da 350 yığdın. Bunu qəbul etməlisən. Amma bu son deyil də, növbəti mərtəbələrdə bu təhsil ocağına daxil olanda sən o 350 yığdın. Amma sabah sənin hər gün imtahanın var. Nə qədər bu dünyada yaşayırsan, 30 il, 40 il, 50 il, 60 il, sənin hər gün imtahanın var. O imtahanlardan günlük, həftəlik, aylıq, illiklərdən heç olmasa 600, 700 yığ. Orada da belə deyinə gəzmə. Bir gün öz həyatına çevrim elə, dəyişiklik elə. Batan şirkətlər var. Məsəl üçün, bəziləriniz bəlkə heç eşitməmisiniz. Kodak şirkətini eşitmişsiniz? Kodak. Motorola eşitmişsiniz? Yahoo eşitmişsiniz? Yəni onlar artıq yoxdur da, yəni yox olmağa doğru gedir. Nokia partladırdı da. Nokia indi var kimdəsin? Kimdə Nokia var burada? Amma bir dəqiqə deyim, Samsung, iPhone hamı çıxardacaq. Yəni bu da insan kimidir, bu brenddir. Siz də bir brendsiniz. Onlar niyə batdı? Onlar niyə söndü? Həmin o brendlər niyə söndü? Kodakdır, Motorola'dır, Yahoo'dur. Niyə? Kim deyər? Bir dəqiqə. Sizi 2 nəfər deyin. Siz deyin. Hansı oğlan? Oğlan yoxdur, oğlan ikisinə cavab verdi. Bir ədalətli olur. Oğlan konkret biznesmendir. Məsələn, Nokia ilə iPhone-u müqayisə eləsək, bu iki şirkəti. iPhone, yəni keçmişdə telefon istehsal etsə də, sonradan onu yeniləyib və insanların zövqlərinə uyğun hazırlayıb. Amma Nokia o balaca telefonlarda qaldı və getdikcə buna artıq tələb olmadığına görə iflas etdi deyək. Tamamilə doğrudur. Buyur. Ver mikrofonu bir dənə. Adın soyadın nədir? Quliyev Emil. Sizin adınız neydi xanım? Rəşidə. Mən burada xanımın sözü ilə dəstəkləyirəm, amma bir də əlavə eləmək istərdim ki, yəni ümumiyyətlə bu dünyada adaptasiyada insana da aidiyyəti var, şirkətlərə də. Ümumiyyətlə dünya getdikcə müasirləşir deyə hər bir adaptasiyaya uyğun olmalısın. Yəni adaptasiya olmaq bacarıq məncə o olsa əla olar. Yəni hər adamda yoxdur, hər şirkətdə də alınmır. Dediyiniz kimi Nokia'dır, məsələn Apple elədi ki, bu müasirləşdi, dünya getdi və o belə deyim də, o müasirlik dövründə də adaptasiya oluna bildi. Amma Nokia adaptasiya oluna bilmədiyinə görə çöküşdədir. Baxın, təşəkkür edirəm, çox sağ olun. Ümumi olaraq cümlə uzun çəkildi, amma orada məna var da. Hər insana deyir verilmir, hər insana verilir, hər şirkətə də verilir. Adaptasiya olmaq məsələsi davamlı inkişaf deməkdir, uyğunlaşmaq deməkdir. Yəni inkişaf gedir, uyğunlaşırsan. Dövr dəyişir, devran dəyişir, ona ayaq uydurursan. İnsanlar var ki, şirkətlər var ki, müəssisələr var ki, fərqi yoxdur da. Biraz uğur qazanır. Zəhmət olmasa sakit durun.
biraz uğur qazanır. Özündə əmin olur. Deyir, bir nömrəyəm mən. Məndən yoxdur. Nokia elə idi. Kodak da elə idi. Motorola elə idi. 7 milyard revenue'su, yəni illik satışı var idi. 7 milyard Motorola. Yahoo'nun 20 milyard gəliri var idi. Amma hal-hazırda onu əvəz edən kimdir? Google. Onu əvəz edən kimdir Motorola'nı? Samsung, Apple. Onların revenue'su nə qədərdir? Onların satışı nə qədərdir? İllik. Bilən var? Bax, bu məlumatları məndən sizə tövsiyə, hələ ki cavansınız. Araşdırın, oxuyun, həkk eləyin. Hər şey analizdə bilinir. Yəni, əgər siz analiz etmə qabiliyyətiniz yoxdursa və yaxud da ki, ona fikir vermirsinizsə, bütün gələcəyinizi uçuruma apara bilərsiniz. Analiz çox önəmlidir. Dünəninizi, bugününüzü və sabahınızın qeydlərini aparın və analiz edin. Bax, baxıram, bütün cavanlarda analizlə bağlı məlumat yoxdur. 300 milyarddır. Google 300 milyard. 20-30 dəfə fərq var arasında. Yəni, bu fərqi görəndə başa düşürsən. Milyardla milyonun fərqini bilən var. Sıfırlardan başqa. Yəni, sıfır deməyin də ki, burada bu qədər sıfırda, orada o sıfır. Bilən var. Bax, necə izah eləyərsən bir adama ki, qardaşım, milyardla milyonun fərqi budur. Mən bilmirəm sizə nə olub. Elə bir sizin 45-50 yaşınız var, mənim 18-20 yaşım var. Belə bir fərq hiss edirəm mən. Milyonla milyardın arasında ən yaxşı fərq izah eləmək yolu, elə bayaqlar siz deyən yoldan izah eləyərəm. Siz dediniz ki, milyonçu sayı artıq 80 milyon yox, 800 milyona çatıb. Amma ki, milyarder sayı 2500-dür. Yəni, bu iki sayı əslində qarşılaşdıranda biz anlaya bildik ki, bu miqdar arasındakı fərq nə qədərdir, bunları qazanmaq. Təşəkkür edirəm. Milyard və milyon. Bu da gözəl misaldır. Analitik olaraq yadda saxlaya bilərsiniz. Təsvir edin ki, mən deyirəm ki, yaşamağa 1 milyon saniyəniz var. Və əlavə edirəm. Bəziləriniz isə yaşamağa 1 milyard saniyəniz var. İndi mənə deyə bilərsinizmi? 1 milyon saniyə neçə ildir? 1 milyard saniyə neçə ildir? Kalkulator var da hamıda. Görüm kim deyəcək tez. Düz. 31 nə? Bunu harada bilirsən sən? Özün elədin indi. İndi elədin. Halal olsun, ad soyad, zavtırıqdasan. Səhər yeməkdəsən. Sadiq. Bax, diviziyaya gəldi. Yəni, adam sualı bitirməmiş uca saydı. Zəhmət olmasa, qalx ayağa, hamıya onu izah elə, bir də denən ki, fərq nədir? 1 milyonla 1 milyard arasında fərq nədir? Diqqətli olun. Məsələn, bir insana 1 milyar saniyə versək, desək, məsələn, bu işi gör, məsələn, o 11 günü olmuş olur da, 11 günə o şey eləməlidir. Amma bir insana 1 milyar, desək ki, 1 milyard saniyən var, gedib bu işi həll elə, ona 31 il müddət edilmiş ola bilər. Yəni, demək olar ki, yəni, bizim qövmün də yaş olaraq 60-70 arasında. Yəni 1 milyard saniyə deməkdir ki, bizim qövmümüzün ortalama yaşamasının yarısı deməkdir demək olar. Yəni görürsüz, məlumat çox vurucu məlumatdır. Təşəkkür edirəm, çox sağ ol. Vurucu məlumatdır, amma onun təqdimatı elə də vurucu gəlmir. Yəni təqdimatda biraz problem var. Təqdimat işin 70-80%-dir. Adam var 2 ilə 3 ilə oxuyur. İndi sizdə ballandır, yoxsa 2 ilə 3 ilə necədir sizdə oxumaq sistemi? 10 ballıqla arasında. Adam var, məsəl üçün, 50-60 balı keçmir, amma çox gözəl tanınır, müəllimlərin sevimlisi olur. Deyir, nə gözəldir, divijeniyada, oğuca iş gedir orada. Adam var, oxuyur 80-90 bal, 95 bal, elə gəl, get balını alır, çıx gedir. Burada sual yaranır ki, nədir? Təqdimatdadır. Orada gələcəm, IQ, IQ məsələsinə. Yəni, sizə deyirlər ki, 1 milyard saniyə yaşamaq imkanın var. Deyirsən, Allah razı olsun. Deyirlər, 1 milyon səndə var, deyirsən, səndən də Allah razı olsun. Amma başa düşmürsən ki, burada 11 gün yaşayacaqsan.
1 milyon saniyədə 11 gün yaşayırsan cəmi. 1 milyard saniyədə sən 30 ildən çox, 31 ildən çox zaman yaşayacaqsan. Bu cür fərqi bilirdiniz, analiz eləmişdiniz bu cür fərqi, milyardla milyonu. Yəni beyin biznesdir, puldur, nə bilim, kimdənsə qaldı, kimsə tapşırdı. Bu fikirlər silinməlidir beyindən. Mənim dediklərim yadda qalmalıdır. Bunun üzərində işləməlisiniz. Ki sabah həyata atılanda, neçənci kurslardır burada əsasən? Hamı 1-2-dir də. 4-cü kurs qutaranda 4 kursdur da, 4 illikdir də. 4-ü qutarandan sonra siz rahat olasınız. Yəni sizin hələ vaxtınız var, yəni 3-4 il rahat vaxtınız var. Analiz eləyib şirkətlərin batmasını, şirkətlərin inkişaf etməsini, şirkətlərin ayaqda qalmasını, illərlə ayaqda qalması bu təsadüfi deyil. Əgər elə qala bilirdisə Nokia-da qalardı. Qala bilirdisə Kodak da qala bilərdi. Motorola da qalardı. Yahoo da qalardı. Qala bilmirlər. Çünki artıq adaptasiya olaya bilmirlər. Dəyişə bilmirlər. Bazara yerli və xarici uyğunlaşa bilmirlər. Yəni sənə valideynindən, dayından, əmindən, xalından, kimdənsə varis olsan belə, yəni 100 min, 1 milyon qalsa belə, əgər sən bazarı tanımırsansa, satış qabiliyyətin yoxdursa, əgər sən marketinq bilmirsənsə, brendinq bilmirsənsə, analiz edə bilmirsənsə, dünəvi, bugünüvü, sabahıvı müqayisə edə bilmirsənsə, o sənə qalan o pul, o nədirsə, 1 il, 2 il çəkər, çəkməz yəni. Batıracaqsan onu. Məhv eləyəcəksən onu. Mən çox vaxt sahibkarlarla görüşürəm, startaplarla görüşürəm. Mənə deyirlər ki, pul lazımdır biznes qurmağa. Pul. Danışıram, analiz qabiliyyəti yox, marketinq bilmir, satış bilmir, bazarı tanımır, məhsul nə istəyirsən, deyir ki, bəlkə belə oldu. Deyirəm, qardaş, sən pul neyinirsən? O pulu batırasan sən. Adamlar fokuslanıb ki, biznes qurmaq üçün ancaq və ancaq pul lazımdır. Pulun olmasa heç eləyə bilməzsən. Bu, ən böyük səhv düşüncədir. İnsanlar 0 manatla, telefonla, internetlə alış-veriş eləyib Google-da, Amazon-da, sosial şəbəkələrdə pul qazanırlar. Adamlar şeir yazır. Adamlar musiqi yazır və xaricə göndərir. Ona görə pul qazanır, dividend qazanırlar. Grantlar, mükafatlar alırlar. Başa düşürsünüz? Yəni orada pul olmadı, pula ehtiyac yoxdur. O bazarı başa düşdü. O məhsulu ürətdi. Hər birinizdə də o məhsul var. Hər birinizdə o məhsul var. Sadəcə nə etməlisiniz? Nə etməlisiniz? O tərəf elə bir ki, yatıb. Narahat eləməm sizi. Adınız nədir sizin? Sizin adınız nədir? Sizin adınız. İkinci cərgədə. İkinci cərgədə. Yox, ortada oturaq. Aha. Nə? Murad. Neçə yaşın var Murad? 20. Neçənci kurs oxuyursan? 3-cü kurs. Razısan? Əlbəttə. Nədən? Təhsildən. Yaşayışından, güzəranından. Əlbəttə, tamamilə. Hamısına razısan. Burada eşitmək istədiyin nəsə var, onu mən sənə deyim. Xoşuma gəldi, ona görə deyirəm. Tədbirin başlanğıcından bəri ümumiyyətlə səlis danışığınız, ətraflı məlumat verməyiniz. Mən ümumiyyətlə belə sual verməyi çox xoşlamıram. Daha çox dinləməyin tərəfdarıyam. Ona görə belə interaktiv iştirak edə bilmirəm, amma nəsə belə maraqlı sualım olduğu zaman yönləndirəcəm əlbəttə. Təşəkkür edirəm, çox sağ ol. Harda qalmışdım? Harda qalmışdım? Sənin adın nədir? Eynəkli olan. Nə? Naib, neçənci kursda oxuyursan? Necədir, xoşuma gəlir? Bəli. Nə xoşuma gəlir? Təhsil. Təhsil? Bəli. Yox, buradan danışıram. Gəlmirsən bura. Sənin 40 dəqiqən burada keçəcək, 50 dəqiqən. 50 dəqiqə sən nə əldə elədin? Yeni məlumatlar, bizneslə bağlı fikirlər, inkişaf elətdirməyimizə kömək oldunuz, fikirlərimizi. Nəsə dəyişdi, nəsə hiss elədin? Bəli. Nəyə boşluğun var idi? Hansı boşluğun var idi ki, onu doldurdun sən bugün? Vaxt bölgüsü çalışmaq. Vaxt bölgüsü. Yəni 30-a kimi, 40-a kimi sən hazırlayacaqsan. Nə hazırladınsa 40-a kimi hazırlayacaqsan.
40-dan sonra artıq sən onun o meyvələrin bəhrəsini yeyəcəksən. O ağacların olan meyvələr dərbi. Xoşuma gəlməyəcəksə, bu nə həyatda yaşayıram, bu nə bilim işdə işləyirəm, bu nə maşında sürürəm. İndi hamınızın ailəsi olacaq, evladı olacaq inşallah. Evi olacaq, eşiyi olacaq, hamısı olacaq da. Bu nə evdir, bu nə eşikdir, bu nə ailədir, bu nə uşaqdır deyəcəsənsə, bax bu sözlər, bugünkü sözlər yadıma düşməlidir sənə ki, mənə demişdilər ki, mənim 10 neçə yaşım vardı, 20 yaşım var. 18. 18 yaşım var idi mənim. Dedilər ki, özündən müğayət ol, gələcəyini hazırla. Mən amma o sözləri ilə buradan aldım, buradan verdim. İndi sözüm 40-a, uşaqdan xoşum gəlmir, evdən xoşum gəlmir, səyahət edə bilmirəm, paltar ala bilmirəm, deyinirəm ancaq. Deyinmək insana baş ucalığı gətirmir. Təşəkkür edirəm, çox sağ olun. Buyur. Mənim bir də sualım var idi ki, bu barədə ki, siz əvvəldən dediyiniz kimi hal-hazırda süni intellekt vasitəsilə, yeni texnologiyalar vasitəsilə rahat şəkildə milyonçu olmaq olar. Məhz əgər elədirsə, milyonçu olmaq bir uğur mənbəyi sayılmır, yoxsa necə? Əgər rahatdırsa, adiləşibsə? Təşəkkür edirəm sualınız üçün, başa düşdüm. Adiləşib, rahatlaşıb, yaxınlaşıb, ayağına gəlib, bunlar hamısı okeydir. Məsələ odur ki, insanlar onu hələ başa düşmür. Birinci, insan özünü tanımalıdır. Biz neyinirik? Kimsə onlayn biznes açıb, nə bilim, qələm alıb satır. Nə bilim, şey alıb, kofta alıb satır. Nə bilim, üstündə tişörtünün üstündə yazıb satır. Gəl mən də onu eləyim. Kopyalamaqla məşğuluq. Amma biz özümüzü tanımalıyıq ki, mən nəyi yaxşı bacarıram? Məndə ən gözəl nə yaxşı alınır? Mən özümü nədə yaxşı hiss edirəm? Nə görəndə yaxşı hiss edirəm? Mənim elədiyim nədir ki, o insanlara lazımdır. Onlar ona görə mənə müraciət edirlər. Bunun üzərində işləməlisən, gecə-gündüz. Bu zaman sizə ona görə verilir. 18 yaş, 20 yaş, bu zaman ona görə verilir ki, sən öz üzərində çalışıb bunu təyin edəsən ki, mənim məhsulum nədir? İnsanlar məndən nə istəyir? Mən onlara nə verə bilərəm və məni nə xoşbəxt edir bu işin içində? Və olursan milyonçu və yaxud da milyarder. Kimisə kopyalamaqla yox, yəni kopyalamaqla qabağa getmək olmur. Gedərsən, amma çox gedənməzsən. Mənim ayaqqabımı, mənim kostyumu geyinib, maşallah hamı mənim boydadır. Danışa bilərsiniz. Ayaqqabımı da verirəm sənə, kostyumu da, köynəyimi də, lazımdırsa alt paltarımı da verim. Danışa bilərsiniz. Gündüzdə saat da çıxardım, hər şeyi verim yəni. Yenə də eləyə bilməz. Niyə? Çünki paltar geyməklə, ayaqqabı geyməklə sən tural olmursan. Kopyalan insanlar da bunu eləyirlər. Kimsə paltarın pencəyini, ayaqqabısını geyinir. Vəssalam, mən oca kopyaladım, mən oyam. Ayaqqabı açıb, ayaqqabı mağazası açıb. Mən də gedib ayaqqabı mağazası açıb, mən də olacaq. Ay, yox, o ayaqqabını hiss eləyir. O ayaqqabını satanda hiss eləyir. Restorandır, dönərdir, açıblar. Dönər yaxşı gedir ha. Bəlkə bir dənə dönər açım, dönərxana açım. Səhvdir bu fikir. O dönəri yaşayır, onun qanında da dönər axır. Qan yerinə. Damarlarında qan yerinə dönər axır onun. Yaxşıdır xanımlar. Yaxşıdır vəziyyət. Maraqlı deyilsə, demək istədim odur ki, siz öz zamanınıza diqqət yetirməsəniz, nə milyon, nə milyard, nə də 50 min gözləməyin. Xəyal qurmayın. Boşu-boşu niyə xəyal qurursunuz ki? Kimin hal-hazırda biznesi var? Əlinizdə qaldırın. Bax, içinizdə kimin hal-hazırda biznesi var? Buyurun. Mən Sizə satış prosesini öyrənmək lazımdır. Neçə ildir bu işlə məşğulsunuz? Təzə başlamışsa o yenidir, yəni o olacaq. Əsas tanınmadır. Əvvəl heç bir bizneslə məşğul olmamısınız. Təşəkkür edirəm, çox sağ olun. Başqa kimin biznesi var? Yaxşı, sual verirəm. İkinci sualdır. Xanımı da yazın. 5 nəfər oldu zavtırıqda. Bir dedim, 2 dedim, 3 dedim,
4 dedim, 5 olmayıb hələ. 5 olmayıb. Sonuncu 5-ci var. Sual ikinci sualdır. Birinci sual nə idi? Birinci sual nə idi xanım? Biznesiniz var idi. İndi ikinci sual verirəm. Kim biznes qurmaq istəyir? Əlini qaldırsın. Qaldırsın, saxlasın. Kim biznes qurmaq istəyir? Əlini qaldırsın, saxlasın. 1, 2, sonra 3, 4, 5, 6 nəfər. Vəssalam. Kimdir biznes qurmaq istəyən? Kim biznes qurmaq istəyir, amma qorxur? Əlini qaldırsın. 1, 2, 3, 4, yoxsa уже hərəkət keçdilər. O eynəkli xanıma verin, zəhmət olmasın mikrofonu. Bəli, bəli. Hansı biznesi qurmaq istəyirsiniz? Fikirləşməmişəm hələ o haqda. Fikirləşməmişsiniz o haqda? Yox. Okey, onda siz suala cavab vermədiniz, əyləşin. Sizin yanınızdakı xanım qurmaq istəyirsiniz və qorxursunuz. Var elə bir biz. Hansıdır o? Mən də hələ fikirləşməmişəm. Fikirləşməmisiniz? Bəli, bəli. Yox, onda vəziyyət. Hansı konkret kimsə biznes qurmaq istəyir və qorxur? Konkret biznes var beynində. Sizdə var. Verin zəhmət olsun mikrofonu xanıma. Əslində fərqli fikirlər düşünmüşəm, amma əsas qurmaq istədiyim şey öz film akademiyamdır. Hansı ki Azərbaycanda bu zəifdir və öz film ssenari və ideyalarım var. Bunu nə vaxtsa brendləşdirmək və biznes qurmaq istəyərdim. Təşəkkür edirəm cavabınız üçün. Sizin verdiyiniz cavab sizin hal-hazırdakı hədəfinizdir, məqsədinizdir, xəyalınızdır belə deyə. Onu həyata keçmək istəyirsiniz. Xəyal məqsəd deyil, hədəf deyil. Bu sadəcə bir istəkdir ki, mənim belə bir... Bunun üçün, bunun altyapısını hazırlayanda, yəni tam A-dan Z-yə hər bir şeyin üzərində işləyəndə rəqəmlərlə sizə nə qədər nələr lazımdır, hansı devr üçün nəyi bitirməlisiniz, nə vaxt nə olacaq, ilk pulu nə vaxt qazanacaqsınız, onda artıq sizin biznes plan hazır olacaq. Mənim sizə şad xəbərim var. Mənim sizə şad xəbərim var. Sizin hər birinizin artıq biznesi var. Deyə bilərsiniz, o biznes nədir? Bir dəqiqə, əlinizi qaldırın, amma dayanın. Deyə bilərsiniz, sizin biznesiniz nədir? Heç kim bilmir, bir dənə xanım bilir. Buyurun. Bu universitetdə özümüzə qoyduğumuz yatırım. Təhsil. Yatırım, qoyduğumuz yatırım biznesimizdir. Yəni, belə də, yəni. Başqa? Başqa? Kimdir onu deyən? Xeyr. Biznes üçün investisiya lazımdır. Biz də hal-hazırda onu etməyə çalışıyoruz və müəyyən hissəsində etmişik. Yəni tam deyil, cavab tam deyil. Sizin hər birinizin biznesi var. Yəni biri 300 balla girir, biri 200 balla, biri 500 balla, hər birinizin biznesi var. Telefonlarımız məncə. Hamının telefonu, məncə telefonlar. Çünki istənilən şərait var da, yəni. Baxın, sizin hər birinizin artıq biznesi var. Və bu biznes ən vacib biznesdir və ilk biznesinizdir. İlk və ən vacib biznesinizdir. O sizin vücudunuzdur. O sizin vücudunuzdur. O biznesə hər zaman iki gözünüz varsa, iki gözlə baxın. 10'lusa 10'la baxın. Səhhət və sağlamlığınızı hər zaman birinci yerə qoyun. Siz nə iş görsəniz, hansı sahədə çalışsanız, oxusanız, fərqi yoxdur. Sizin o ilk və ən vacib biznesiniz, sizin o ikinci, üçüncü marağınız, dairəniz, biznesinizə birbaşa təsir edəcək. Mənfi və ya müsbət. Vücud sizin göstəricinizdir. 20 yaşlarda vücudunu qoruya bilirsən. Qaçırsan, tərləyirsən, enerji itirirsən, çəki almırsan, metabolizm işləyir. 30'larda əziyyət çəkirsən. 40'larda artıq dirənmə başlayır. 50'də yuxudan duranda ehtiyatla durursan. 60'larda bəlkə də sən artıq kimsə durğuzur. Bu çox önəmli faktordur.
vücuduna baxmayan, ilk biznesi ilə məşğul olmayan və ən vacib biznesi ilə məşğul olmayan çox böyük itkilərə səbəb olur. Yorulur, təngi nəfəs olur, düşünə bilmir. Necə? Əlavən varsa deyin. Yorulur, düşünür, beyin sürət getmir, deyir görürsən nə oldu? Bunu harada istəyirsən, bunu sən artıq Azərbaycan bizim bu geolokasiyadan, yəni bu torpaqlardan çıxıb başqa yerlərə, başqa ölkələrə səfər edəndə, oradakı insanlarla özünü müqayisə edəndə, məsəl üçün 40 yaşında Azərbaycanlı və 40 yaşında bir Yapon. 40 yaşında Azərbaycanlı və yaxud da 40 yaşında bir Kitay. 40 yaşında Azərbaycanlı və 40 yaşında Alman. Artıq sən burada dərhal o fərqi hiss edirsən ki, mən neynəmişəm, o neynəyib. Bugün bu sözləri eşitdiniz. Bəlkə də bir daha da bu sözləri eşitməyəcəksiniz. Bu sizin üçün bir fürsətdir. Biznesinizdən müğayət olun. Sizin hər birinizə təşəkkür edirəm. Gələcəyin millət vəkilləri, gələcəyin holding sahibləri, gələcəyin böyük biznes aparıcılarının, nazirlərin qarşısında mən çıxış elədim. Bu mənə çox böyük bir zevq verdi. Mənə demişdilər ki, yekunlaşdırmaq lazım saat 2 üçün. Düzdür, düz demişdilər. Yetişdirə bildim. Yəni, adətən mən məlumat verim ki, başladımsa bitirmirəm. Yəni, mən başladımsa bitirmirəm. Burada çox, belə deyim, seçici oldum. Həm sizi yormuyum. Mövzular çox hazırlamışdım. Amma auditoriya görə demək olar ki, 90% dəyişiklik elədim. Çünki auditoriyada çox deyil. Bu, dəyişib və adaptasiya olunmaqdır. Bu, dəyişib və yerli bazara, yerli məkana uyğunlaşmağı bacarmaqdır. Mən deyə bilərdim ki, mənə dedilər ki, 500 nəfər adam olacaq, 300 nəfər adam olacaq, mən gedirəm. Burada 50 nəfər adam var. 50 nəfər də 50 nəfərdir. Bu 50 nəfər digər 50 nəfərə, o 50 nəfər digər 50 nəfərə və beləcə milyonlara çata bilər bu fikirlər. Və beləcə məmləkət dəyişə bilər. Siz bilirsiniz ki, bir mismar bir xalqı qurtarıb. Eşitmişsiniz belə misal? Bir mismar bir xalqı qurtarıb. Bir mismar bir atın nalı xarab olur, atı qurtarır. Bir at, bir əskəri qurtarır. Bir əskər gəlir orduya, xəbər verir ki, düşmanlar gəlir. Ordu ayağa qalxır. Ordu hücuma keçir və xalqı xilas eləyir. Və nəticə itibarilə bir mismar bir xalqı bitirdi, qurtardı yəni. Ona görə heç vaxt deməyin ki, bu vacib deyil, o vacib deyil, bu lazımdır. Sən bilmirsən ki, nə vacibdir, nə vacib deyil. Buna butterfly effekti deyirlər, kəpənək effekti. Eşidən olub onu? Kim eşidib, əlin qaldırsın? 1, 2, 3, 4, 5. O, qardaşa bir dənə verin mikrofonu, danışsın o butterfly effekti. Deyib qardaşa butterfly effektini danışsın. Kəpənək effekti nə effektidir? Bəli, kəpənək effekti. Yəni kiçik bir hadisə böyük bir hadisəyə səbəb ola bilər. Burada baş verən bizim gözümüzdə kiçik görsən şey digər yerlərdə daha böyük hadisələrə səbəb ola bilər. Kəpənək nə edir bəs? Kəpənək orada nə işir? Yəni kəpənəyin bir qanat çırpmağı başqa bir də bir daha böyük bir fəlakətə, fırtınaya səbəb ola bilər kimi götürülür. Bəli. Əlavə eləmək istəyiniz var? Düz deyir. Məndən sualınız var başqa? Var. Sən də çox sual verdin. Dedi. Bayaqları dediniz 600-700 bal yığmaq söhbəti. Mən orada ağlıma belə bir sual gəldi. Siz yəni işə qəbul edən insan olsaz, qabağınıza 2 nəfər gəlir. Biri 450 bal yığıb məsəl üçün, amma ki gələcək həqiqətən vəd edən biridir, dayanmadan öz üstündə işləyir və bundan əlavə olaraq da yəni çabalamağı bacaran, yeni ideyalar
verən biridir. Digəri 600 bal, 700 bal aralığında yığıb, lakin olaraq sadəcə iş adamıdır. Yəni verəcəyiniz vəzifəni icra eləyəcək biridir. Onu da üst səviyyədə icra eləyəcək, amma ki sadəcə onunla sınırlı deyək də, yəni onunla sərhədli biridir. Əlavə ideya verməyəcək, özünü inkişaf etdirməyəcək, olduğu yerdə qalacaq. Siz onlardan hansını işə götürərdiniz? Mənim vaxtım var sual cavab verməyə. Təşəkkür edirəm. Mən əyləşə bilərsin. Mən insan işə götürəndə və yaxud da kiməsə tövsiyə edəndə ilk növbədə onun diplomuna baxmıram. Yığdığı bala da baxmıram. Mənə maraqlı deyil o. Çünki özüm də tələbə olmuşam, özüm də oxumuşam. Universiteti hər kəs bitirir. Daxil olursan, bitirirsən yəni. Çox nadir hallarda kimsə çıxardarlar, belə deyək. Əlaçı da olsan, sadə oxusan, hər kəsdə bir göy diplomdur, bilməm nə rəhətdə diplom. Göy diplom verirlər. Mən sadəcə onu biləndə tez hərəkətə keçdim, dedim ki, mənim diplom göy olmamalıdır. Mənimki ikisi də qırmızı olmalıdır. Mən fərqlənməliyəm. Ki, baxdım ki, 100 bal yığan da mənim diplom alacaq, göy alsam, mən də göy alıram. Amma mən ondan çox zəkiyəm. Ona görə də qırmızıya üstünlük verdim. Yəni, diplomun heç bir fərqi yoxdur mənim üçün. Bu dünyada iki cür qazanma sistemi var. Biri saata uyğun, saatla qazanma sistemi, 9-6. 9-a gəlsən işə, 6-da çıxırsan. İkincisi, nəticə ilədir. Sizcə, 95% insan nəyi seçir? Biraz qorxmayın da deyin də. 9-6-nı seçir. Çünki orada komfort var. Çünki orada rahatçılıq var, stabillik var. Orada dəyişiklik yoxdur. Dəqiq bilirəm ki, mən ayın axırı nə alacam. Amma çox az insan nəticəyə varımlılığı seçir. Ona görə də məsələ bal yığmaq deyil, diplom almaq deyil. Fikrimiz oldu. Məsələ sənin qarşı tərəfə şirkət olsun, hansısa qurum olsun, ora qatdığın qatqıdır. Nə qədər qatqı qata bilirsən ki, onun faizini sənə versinlər və onda sən qazanırsan. Əgər sən 9-6 fikirləşsənsə, burada 500 manat verirlər, orada 100 manat verirlər, gedim orada işləyim, sən geridəsən. Çünki inflyasiya sürətlə artır, 50 manatla, 100 manatla artmır. Sən 100 manatları sayırsan, inflyasiya milyonlarla dağıdır yəni. Dünya dinamikdir, sən 50 manatları fikirləşirsən. Dünya səndən sürət tələb edir, sən marketdə 2 kilo xiyar, 2 kilo pomidor, bir dənə qatıq almaq üçün yarım saat fırlanırsan. Hansı ki, nəticə etibarilə sən cəmi 10-20 manat xərcləməli olacaqsan. 20 manat xərcləyib, sən yarım saat, 40 dəqiqə zaman xərcləyirsən. Bunu düşünməyiniz lazımdır. Zaman puldan dəyərlidir. Bunu net bilməyiniz lazımdır. Bir dənə sual vermək istəyən var. Qutardı. Görürsünüz, qutardı. İcazə vermirlər. Yoxsa buradaydım mən. Bildim. Necə? Rahatsan da. Hamınızın xoşuna gəldi. Heç kimin xətrinə dəymədim. Heç kim incəmədi. Maraqlı oldu. O sarı köynəkli xanım maraqlıdır mənə. Sarı köynəkli xanım maraqlıdır. Maraqlı oldu. Nə xoşunuza gəldi? Hər şey. Çox sağ olun. Biz səhər yeməyini dedik. Sonra xanıma bildirəcəyik. Xanım deyəcək ki, ona düşmür yemək. O mənlik deyil ucu. Başa düşür? Yəni, hər şey mənlik deyil. Yəni, burada işin yiyəsi var. Və deyəcək, yemək düşmür yemək. Aydın oldu. Xatirə şəkli lazımdır. Harada çəkirik? Gəlin çəkdirək.